da daha uğurlu olmağında müəllimin rolu böyükdür, yoxsa valideynin? Məncə hər ikisinin. Aha, başqa? Məncə də hər ikisinin. Aha. Nəyə görə bunu düşünürsünüz? Əsaslandıra bilərsiniz fikrinizi? Məktəbdə müəllimdirsə, evdə mütləq valideyn olmalıdır. Çünki valideyn nəzarəti olmadan müəllim tək üstünə düşmək, yəni nə qədər də güc qoysa müəllim, yəni o mümkünsüz bir şeydir ki, uşaq qabağa getsin və yaxud tərbiyələnsin. Mütləq surətdə evdə valideyn də məşğul olmalıdır evladından. Hər Aha. baxımdan, istər təhsil, istər tərbiyə. Əlbəttə fikirlərinizlə razıyam. Çünki uşaq dünyaya göz açdığı andan etibarən ailə mühiti ilə qarşılaşır və uşağın demək olar ki, davranışlarının çox hissəsi ailədə formalaşır. Sevgini, qayğını, təhlükəsizliyi, cəmiyyət daxilində davranmağı, digər dostları ilə, yaşıdları ilə ünsiyyət qurmağı, hörmətli münasibəti, ən əsası da hörmətli münasibəti ailəsində formalaşdırır və valideynin davranışı da uşağın inkişafına çox, yəni şəxsiyyətinin formalaşmasına, xarakterinin formalaşmasına birbaşa təsir edir. Buna görə də biz yalnız deyə bilmərik ki, uşağın inkişafı ailədə gedir və yaxud da yalnız məktəbdə gedir. Hər iki tərəf burada çox mühüm rol oynayır və hər iki tərəfində əvəzolunmaz bir rolu vardır. İndi slaydımızı da sizinlə bölüşəcəm. Hı -hı. Slaydı görürsünüzmü? Bəli, müstəmit. Aha, əla. Müəllim və valideyn kommunikasiyası təlimimizin mövzusudur. İlk öncə bir uşağın inkişafında müəllim və valideyn əməkdaşlığının rolu nədən ibarətdir? Bu haqqda danışacağıq və kommunikasiya anlayışına aydınlıq gətirəcəyik. Kommunikasiya sadəcə məlumat ötürmək deyil. Mübadilə aparmaq, əməkdaşlıq etmək, fikirlərini ifadə etmək, bunlar hamısı kommunikasiyaya daxildir. Bəs təhsil mühitində kommunikasiya nə deməkdir? Təhsil mühitində isə kommunikasiya müəllim, valideyn və şagird arasında qurulan əlaqəni ifadə edir. Yəni bu qurulan əlaqə nə qədər sağlam, nə qədər düzgün şəkildə qurularsa, bu uşağın inkişafına bir o qədər müsbət təsir göstərəcək. Unutmayaq ki, təhsil təkcə dərs münasibəti, dərs prosesi deyil. Təhsil ümumilikdə insan münasibətlərindən ibarət olan bir prosesdir. Və təhsil mühitində də kommunikasiyanın, valideyn-müəllim əməkdaşlığının rolu əvəzolunmazdır. Buna görə də biz yalnız deyə bilmərik uşağın inkişafı ailədə gedir və yaxud da yalnız məktəbdə gedir. Hər iki tərəfin burada payı vardır. Uşağın inkişafı da iki əsas mühitdə formalaşır: ailə mühiti və məktəb mühiti. Uşaq dünyaya göz açır, ailəni görür. Ailə uşağın ilk sosial emosional inkişaf məktəbidir. Ailədə formalaşdırdığı davranışlar məktəb həyatında təsir edir. Yəni uşaq ailədə hörmətli münasibət görürsə, gələcək həyatında da, gələcək münasibətlərində də o hörmətli münasibəti qoruyub saxlayacaq və digər insanlara qarşı da hörmətli davranmağı bacaracaq. Məktəbdə də. Məktəbdə uşaqlar sadəcə bilik öyrənmirlər. Eləcə də sosial bacarıqlar inkişaf edir, sosial bacarıqları formalaşır. Buna görə də məktəb də uşağın inkişafında çox böyük rol oynayır. Yəni müəllim də burada sadəcə dərs verən biri kimi çıxış etmir. Müəllim də uşağın düşüncə tərzinin, davranışlarının inkişafında və formalaşmasında mühüm bir rol oynayır. Sağlam ünsiyyətin təhsil prosesinə təsiri haqqında danışaq. Sağlam ünsiyyət o deməkdir ki, müəllim və valideyn bir-birinə hörmətli münasibət göstərsin. Bir-birinə qarşı hörmətli davranmağı bacarsın. Yəni hər iki tərəf bir-birinin sözünü dinləməyi, hər iki tərəf bir-birinə qarşı hörmətli davranmağı bacarırsa, bu kommunikasiya prosesinə çox güclü təsir edəcək. Və yaxud da hər ikisi müdafiə, ittiham mövqeyində dayanarsa, bu uşağın da inkişafına mənfi təsir göstərəcək, kommunikasiya prosesində zəiflədəcək. Sağlam ünsiyyət qurulduqda, təhsil prosesində sağlam ünsiyyət qurulduqda, bu uşağın inkişafına bir neçə istiqamətdə müsbət təsir göstərir. Birincisi, uşağın motivasiyası artır. Uşaq görür ki, müəllim də, valideyn də mənim inkişafım üçün çalışır və bu uşağı daha da dəyərləndirir.
Uşaq özünü daha dəyərli hiss edir və eləcə də həm dərslərə qarşı, həm də məktəbə qarşı olan münasibəti müsbət dərəcədə dəyişir, inkişaf edir. İkincisi, uşağın psixoloji vəziyyəti daha stabil olur və baş verən problemlər, eləcə də məktəb mühitində baş verən problemlər daha tez aşkar olunur və hər iki tərəfin müəllimi və valideyn müzakirələri əsasında həmin problemlə həll yolunu tapırlar. Sonradan təlimimizin məqsədi haqqında danışaq. Bugünkü təlimimizin də əsas məqsədi müəllim-valideyn əməkdaşlığının rolu nədən ibarətdir və bu ünsiyyəti qurmağın sağlam yollarını birlikdə müzakirə etməkdir. Kimin əlavələri olsa, kim fikrini ifadə etmək istəsə, fikrini bildirmək istəsə, təlimimiz haqqında, mövzu haqqında səsi açıb, kamerasını bildirə bilər. Düzdür, görüntünü açmaq məcburi deyil, ancaq səsi açıb bildirə bilər. Yəni əlavələr edə bilər. Uşağın inkişafına təsir edən amillər. Uşağın inkişafı üç əsas mühitdə formalaşır. Birincisi ailə mühiti. Ailə uşağın ilk sosial-emosional inkişaf mühitidir və uşaq dünyaya göz açanda ilk ailədə nəyi görürsə, onu da beyində formalaşdırır. Kiminsə sözü vardı deyəsən. Kimsə bildirmək istəyirmi fikrin? Davam edək. Ailə uşağın ilk sosial-emosional inkişaf mühitidir. Uşaq ailədə nəyi görürsə, onu da formalaşdırır. Belə qeyd edək. Uşaq evdə hörmətli münasibət görürsə, hörmətli münasibət Sən getmişsən. hörmətli münasibətdə formalaşdırır. Eləcə də uşağa evdə məsuliyyət hissi formalaşdırırsa, məsuliyyət hissi öyrədilirsə, uşaq gələcək həyatında da məsuliyyətli olmağı öyrənir. İndi belə bir sual verim. Uşaqda ümumiyyətlə məsuliyyət hissini necə formalaşdırmaq olar? Hansı üsullardan, hansı vasitələrdən, nələri tətbiq etməklə? Fikriniz varmı bu barədə? Məncə onlara müəyyən tapşırıqlar verməklə ola bilər. Aha, sonra? Həmçinin Məsuliyyətlərini öyrətməklə. şagirdlərin telefondan və yaxud texnologiya vasitələrinə nə qədər uzaq qalması onların dərsə daha yaxınlaşmasına və məsuliyyətlərinin artmasına, məsuliyyətlərinin öz üzərinə götürməklərinə səbəb ola bilər. Aha. Uşağın yaşına uyğun müəyyən tapşırıqlar vermək. Məsələn, uşağın yaşına uyğun məsələn, oyuncaqlarını dağıdırsa, həmin oyuncaqları yığmaq və yaxud da çantasını hazırlamaq, çantasını toparlamaq. Sonradan bəzən valideynlərimiz məsuliyyət hissini elə başa düşürlər ki, uşağın yerinə, uşaq kiçik bir səhv etdikdə belə uşağın yerinə həmin səhvləri düzəldim. Ancaq belə olduqda uşaqda məsuliyyət hissi formalaşmır. Həm məsuliyyət, həm də müstəqillik hissi formalaşması zəif nəticə göstərir. Buna görə də valideynlər uşağın yerindən qərar verməməlidir, seçimləri uşağın ixtiyarına buraxmaq lazımdır. Və seçim etdikdə belə seçimin nəticəsini özü görməlidir və nəticədən də öyrənməlidir. Eləcə də hər hansı bir kiçik səhv etdikdə belə həmin səhvləri uşaq özü düzəltməlidir. Valideyn uşağın yerinə səhvləri düzəltməməlidir. Belə olduqda uşaqda məsuliyyət hissi formalaşır. Yəni məsuliyyət hissi birdən-birə formalaşan bir hiss deyil. Onu zaman-zaman mərhələli şəkildə uşağın yaşına uyğun müəyyən tətbiqlər yerinə yetirməklə, müəyyən üsullar vasitəsilə uşaqda məsuliyyət hissini formalaşdıra bilərik. Slaydımızla davam edək. Ekranda görünürmü slayd?
Bəli. Amma daha görünmür. Görünür. Slayd görsənir mi Hayır. ekranda? Məndə Hayır, görünmür. indi görünmür. Görünmür. Aha, indi görünəcək. Görünür. Slayd görünürmü ekranda? Xeyr. Hı -hı. Hal-hazırda Xeyr, görünürmü? mən bu ekran görsəm. Hmm, Məndə görünür ekranda, ona görə görünmür sizdə. Hayır, yəqin ki tam yüklənməyib ekran. Görünmür xanım. Aha, tamam. Mən sadəcə orada o kompüterdə sistemlə istifadə olunanda o görsənmə. Boz ekran görsənmə. İşleri hayata geçirilir. Mina xanım, siz izaha davam edin. Daha sonra əgər alınarsa, slayd qoşular, biz hamımız görərik. Aha, tamam. Slayd məndə görünür əslində. Bilmirəm necəsə olur, sizdə görünmür. Uşağın məktəb həyatı haqqında, məktəb mühiti haqqında danışaq. Məktəb uşağın ilk sosial biliklərinin və eləcə də sosial bacarıqlarının formalaşdığı mühitdir. Yəni biz sadəcə məktəbdə deyə bilmərik ki, uşağın bilikləri formalaşır, eləcə də sosial bacarıqları formalaşır. Uşaq məktəbdə komanda ilə işləməyi, ünsiyyət qurmağı, dostları ilə, yaşlıları ilə ünsiyyət qurmağı, dərs prosesinə, dərs mühitinə alışmağı öyrənir. Bundan başqa məktəb həyatı haqqında nə danışa bilərik? Sosial mühit haqqında danışaq. Sosial mühit dedikdə biz nəyi nəzərdə tuturuq? Uşağın gün ərzində qarşılaşdığı sosial münasibətlər, sosial insanlar, eləcə də məsələn cəmiyyətdə baş verən sosial hadisələr, sosial münasibətlər, uşağın istifadə etdiyi sosial şəbəkələr, sosial platformalar, yəni biz özümüz də bilirik ki, uşaqlar hal-hazırda sosial platformalardan daha yüksək, daha tez istifadə edirlər. Bir sual da verim. Mənim görüntüm açıqdırmı? Görürsünüzmü məni? Sizi görürük. Aha, tamam. Yəni biz özümüz də bilirik ki, uşaqlar sosial mühitdən, sosial şəbəkələrdən, sosial platformalardan indi daha tez istifadə etməyə başlayırlar. Düzdür, bu sosial şəbəkələr uşağa müsbət cəhətlər qazandırsa da, bəzən mənfi cəhətlər də qazandırır. Yəni uşaq orada gördüyü müxtəlif davranışları, müxtəlif davranış modellərin, eləcə də oradan aldığı informasiyalar uşağın inkişafına mənfi təsir göstərə bilir. Yəni bu oradan qəbul etdiyi mənfi təsirlər uşağın həm həyatına, həm də o həmin davranışları ailəsinə qarşı, ətrafdakılarına qarşı da tətbiq edə bilir. Slaydı paylaşa bilmədim, ona görə görünmür. Əvvəl görünürdü, bilmirəm nəyəsə görə, yəni paylaşa bilmədim sonradan. Ancaq məndə görünür slayd. Yəni problem nədəndir bilmirəm dəqiq olaraq. Eee Buna görə də belə bir şey də qeyd etmək istəyirəm ki, hal-hazırda valideynlər uşaqların sosial şəbəkələrdən, sosial informasiya vasitələrindən əldə etdiyi məlumatları diqqətlə izləməlidirlər. Çünki uşaqlar burdan müsbət məlumatlar əldə etməklə yanaşı, mənfi məlumatlar da əldə edirlər. Buna görə də uşaqların sosial şəbəkə hesabları valideynlər tərəfindən tez-tez izlənilməlidir. Və oradan hansı məlumatları əldə etdiyi, hansı davranış modelləri ilə qarşılaşdığı diqqətlə nəzərdən keçirilməlidir. Belə bir şəxsi təcrübəmi də bölüşmək istəyirəm sizinlə. Mən özüm telefon istifadə etməyi, aktiv şəkildə istifadə etməyi universitet dövründən başlamışam. Yəni universitetə qədərki mərhələdə mən telefondan istifadə etmirdim.
və bu müddət ərzində əsas məqsədim universitetə qəbul olmaq idi. Və buna görə də bütün demək olar ki, fikrimi dərslərimə yönləndirmişdim. Ancaq vəziyyət indi tam fərqlidir. İndi uşaqlar daha erkən bir zamandan texnologiya ilə iç-içədirlər. Buna görə də valideynlər bu mövzuda biraz əvvəlkinə nisbətən daha diqqətli olmağı bacarmalıdırlar. Sosial şəbəkələr uşaqların düşüncə tərzinə də, davranışına da, dünya görüşünün formalaşmasına da təsir göstərir. Slayd görünür hal-hazırda. Bəli, görünür min. Aha. Müəllim və valideyn kommunikasiyasının əhəmiyyəti barədə danışaq. Uşağın inkişafı üçün iki mühüm tərəf vardır. Birincisi ailə, ikincisi məktəb. Bu iki tərəf ayrı-ayrılıqda nə qədər güclü olsa da, bu tərəflər arasında əlaqə olmadıqda kommunikasiya prosesi də zəif şəkildə inkişaf edir, eləcə də uşağın inkişafı da müsbət cəhətdən o qədər də inkişaf edə bilmir. Buna görə də valideynlə müəllim arasında əməkdaşlıq davamlı şəkildə qurulmalıdır. Yəni sadəcə problemlər olanda əlaqə saxlamaq düzgün deyil. Eləcə də müəllim uşağın dərsdə olan çətinlikləri, dərsdə olan hər hansı bir problemləri, çətinlik çəkdiyi mövzular haqqında, eləcə də kiçik uğurları belə olsa, valideyni məlumatlandırmağı bacarmalıdır. Və valideyn də evdə uşaqda müşahidə etdiyi fərqli davranışlar barədə müəllimə məlumat verməlidir. Bu açıq və şəffaf ünsiyyətdir. Və belə olduqda həmin kommunikasiya yüksək səviyyədə inkişaf edir, həm də yanlış anlaşılmaların qarşısı alınır. Bəs əməkdaşlıq prosesi necə qurulmalıdır? Sadəcə əlaqə saxlamaqla kifayət etmək olmaz axı. Buna görə də bəzi məqamlara diqqət yetirmək lazımdır. Və uşağın inkişafında müəllim-valideyn əməkdaşlığı uşağın akademik nəticələrini yaxşılaşdırır, özünə inamını, motivasiya hissini yüksəldir. Yəni uşaq görür ki, hər iki tərəf mənim üçün çıxış edir, hər iki tərəf mənim inkişafım üçün çalışır və belə olduqda düşünür ki, deməli mənim uğurum həm ailəm üçün, həm də məktəbim, yəni müəllimim üçün önəmlidir. Buna görə də öz dərslərinə qarşı, məktəbinə qarşı daha məsuliyyətli yanaşmağa başlayır. Davranış problemləri azalır. Davranışında hər hansı bir problemlər olduqda müəllim və valideyn əməkdaşlığı sayəsində, qurulan əməkdaşlıq sayəsində bu problemlər daha tez aşkar edilir və problemlərin həlli yolları birlikdə müzakirə edilərək birlikdə həll yolları tapılır. Və məktəbdə də uşağın dedik ki, bayaq da dedik ki, sosial bacarıqlar inkişaf edir, sosial bacarıqlar formalaşır, təkcə bilik vermir, məktəb təkcə bilik vermir, eləcə də sosial bacarıqları formalaşdırır. Buna görə də müəllimlə valideynin əməkdaşlığı çox vacibdir. Və qeyd etdiyimiz kimi, bu əlaqə mütəmadi və davamlı şəkildə qurulmalıdır. Yalnız problem yarananda deyil, hər gün, yəni hər dərs müddəti ərzində müəllim valideyni məlumatlandırmalıdır, valideyn də müəllimi məlumatlandırmağı bacarmalıdır. Düzdür, bəzən belə hallarda baş verir ki, uşağın narahatlıqlarına qarşı valideyn emosional reaksiya verir. Ancaq müəllim belə halı sakit və anlayışla qəbul etməlidir. Eləcə də valideyn də müəllimin peşəkar mövqeyinə, peşəkar təcrübəsinə hörmətlə yanaşmalıdır. Belə olduqda əməkdaşlıq prosesi də daha düzgün şəkildə qurulur. Sonradan effektiv kommunikasiyanın prinsipləri haqqında danışaq. Effektiv kommunikasiyanın bir neçə prinsipləri vardır. Yəni biz əməkdaşlığı qurarkən bir neçə prinsiplərə əməl edirik. Sadəcə
müəllim valideyn əməkdaşlığında deyil, eləcə də insan münasibətlərində, bütün insan münasibətlərində ən başlıca şərtlərdən biri də qarşılıqlı hörmətdir. Qarşılıqlı hörmət olan münasibətlərdə baş verən problemlər daha tez həll yolu tapır və problemləri müzakirə etmək daha asan da olur. Yəni müəllim valideynə hörmətlə yanaşmalıdır, valideyn də müəllimə hörmətlə yanaşmalıdır. Hər iki tərəf bir-birinin sərhədlərini qorumağı bacarmalıdır və hər iki tərəf bir-birinə hörmətlə yanaşmağı bacarmalıdır. Açıq və şəffaf ünsiyyət. Açıq və şəffaf ünsiyyət kommunikasiyanın əsas ən vacib şərtlərindən biridir. Müəllim baş verən hadisələr haqqında öz fikirlərini valideynlə bölüşməlidir. Valideyn də öz fikirlərini ev mühitində uşağın fərqli davranışları barədə, bu barədə valideyn müəllimi məlumatlandırmağı bacarmalıdır. Belə olduqda yanlış anlaşılmaların qarşısı alınır və ünsiyyət daha yaxşı şəkildə inkişaf edir. Empatiya. Empatiya kommunikasiyada ən vacib rol oynayan amillərdən biridir. Empatiya nədir? Empatiya qarşımızdakı insanın hisslərini anlamaq və baş verən vəziyyətə uyğun şəkildə həmin insanın nəzərindən, həmin insanın baxışından baxma bucağımızdır. Yəni hər hansı bir problem olduqda, valideynin narahatlıqlarına qarşı müəllim sakit davranmağı bacarmalıdır. Eləcə də valideyn də gün ərzində müəllimin bir neçə şagirdlə işlədiyini bilməlidir və onun peşəkar təcrübəsinə, peşəkar mövqeyinə hörmətlə yanaşmağı bacarmalıdır. Empatiya olan münasibətlərdə, yəni müəllim-valideyn əməkdaşlığında daha yüksək səviyyədə inkişaf edə bilir. Bundan əlavə, davamlı əlaqə. Hər iki tərəf bir-birindən davamlı əlaqə saxlamağı bacarmalıdır. Bayaq da qeyd etdiyimiz kimi, yalnız problem yarananda deyil. Problem yarananda əlaqə qurmaq, yəni sadəcə problem yaransa mən məlumatlandırım, məlumatları bölüşüm. Hər gün davamlı şəkildə, müntəzəm şəkildə fikirlərini ifadə etmək lazımdır, əlaqə qurmaq lazımdır. Belə olduqda problemlər yəni daha tez aşkar edilir, daha tez həll yolları tapılır. Aydınlıq. Aydınlıq nə deməkdir? Biz fikirlərimizi ifadə edərkən, qarşımızdakı insana mesaj ötürərkən qeyri-müəyyən sözlərdən deyil, sadə və anlaşılan sözlərdən istifadə etməliyik. Yəni elə sözlərdən istifadə etməliyik ki, qarşımızdakı insan bizim fikirlərimizi başa düşə bilsin və anlaya bilsin. Sonradan bu mövzuda nələr danışa bilərik? Effektiv kommunikasiyanın prinsipləri hələ ki bunlardır. Bunlar haqqında məlumatlar toplamışam və problemlər haqqında danışmaq istəyirəm sizinlə. Problemlər və beynəlxalq təcrübələr haqqında danışmaq istəyirəm. Biz bilirik ki, təhsil mühitində ən əsas problemlərdən biri də qiymətləndirmə ilə bağlı olan problemlərdir. Yəni, müəllimlə valideyn arasında ən tez-tez baş verən problemlərdən biri də müəllim qiymətləndirmə ilə bağlı olur. Bəzən valideynlər uşağın qiymətini onun potensialına uyğun olmadığını düşünürlər və düşünürlər ki, müəllim mənim uşağıma bu qiyməti yazdısa, deməli mənim uşağımın qiymətini kəsib və bunu ədalətsizlik kimi qiymətləndirirlər. Belə olduqda valideynlə müəllim arasında anlaşılmazlıq və narazılıqlar yaranır. Və qiymətləndirmə ilə bağlı olan anlaşılmazlıqların əsas səbəblərindən biri də valideynin öz övladını real nəticəsi ilə, yəni real səviyyəsi ilə daha yüksək nəticə gözləməkdir. Yəni biz real səviyyədən uyğun olmayaraq yüksək nəticə gözlədikdə qiymətləndirmə ilə bağlı olan problemlər yaranır. Məsələn, uşağın potensialı budur, biz ona uyğun olmayan yüksək potensial gözləyirik və həmin potensialı əldə edə bilmədikdə günahı müəllimdə görürük və düşünürük ki, müəllim bizim uşağımızın qiymətini kəsib. Bundan başqa valideyn müdaxiləsi. Valideynlər bəzən uşağın dərs prosesinə,
dərs mühitinə, qiymətləndirmə ilə bağlı olan prosesə müdaxilələr edirlər. Və belə olduqda da hər iki tərəf arasında əməkdaşlıq prosesində zəiflik, yəni zəif nəticələr əldə edilir. Çünki hər iki tərəf bir-birinin şəxsi sərhədlərinə toxunur və hər iki tərəf valideyn düşünür ki, bu belədirsə, deməli müəllim mənim uşağıma qarşı ədalətsizlik edib. Buna görə də qiymətləndirmə anlaşılmazlıqlarından, eləcə də valideyn müdaxilələrinin qarşısını almaq üçün düzgün və sağlam kommunikasiya qurulması vacibdir. Yəni, qiymətləndirmə ilə bağlı meyarlar valideynə izahlı şəkildə bildirilməlidir. Təkcə nəticə deyil, eləcə də inkişaf prosesi paylaşılmalıdır. Yəni, bu problemlərin yaranmasının əsas səbəblərindən biri də valideynin məlumatının azlığıdır və gündəlik mütəmadi əlaqələrin qurulmamasıdır. Yəni, biz düşünürük ki, yalnız problem yarananda müəllimlə əlaqə saxlamaq lazımdır. Belə olduqda valideyndə suallar yaranır və həmin suallar sonradan müəyyən problemlərin yaranmasına səbəb olur. Buna görə də davamlı əlaqə saxlamaq lazımdır. Ünsiyyət çatışmamazlığı bəzən valideynlərlə müəllimlər davamlı şəkildə əlaqələr qururlar və bu da uşağın inkişafına mənfi təsir göstərir. Buna görə də davamlı əlaqə qurulmalı, uşağın inkişaf prosesi izlənilməlidir. Yəni, hər iki tərəf uşağın həm mənfi güclü, həm də zəif tərəflərini müşahidə etməlidir və bunu bölüşməyi bacarmalıdır. Belə olduqda uşağın psixoloji vəziyyəti də daha stabil olur. Həm də baş verən problemlər daha asan şəkildə müzakirə olunaraq ortaq qərarlar əsasında həll yolu tapılır. Kimin fikirləri olsa təlim haqqında səsi açıb bildirə bilər. Sonradan yazılanlara diqqət edək. Axşamınız xeyir olsun. Minə xanım, Axşamınız icazənizlə bir neçə söz demək istəyərdim. Buyurun. Əvvəl özümü təqdim edeyim. Mən Lamiyə Nizami qızı Hacımuradova, pedaqogika üzrə fəlsəfə doktoruyam və Gəncə Dövlət Universitetində pedaqogika fənnini tədris edirəm. Çox sevindirici bir haldır ki, bizim gənclərimizin belə bir fəaliyyəti var. Bu cür təlimlər hazırlayırsınız, təqdim edirsiniz. Ümumiyyətlə, yaxşı tərəflərini demək istəyirəm ki, sərbəstsiniz, fikirlərinizi açıq şəkildə izah edirsiniz. Ancaq belə bu qədər ümumi götürüb danışanda biraz bu təlimçi üçün çətinlik yaradır. Nəyə görə? Konkret bir yaş səviyyəsi üzrə siz daha çox tövsiyələr versəydiniz, düşünürəm ki, bu daha effektiv olardı. Bayaqları siz qeyd elədiniz, uşaqların ümumiyyətlə uşaqlarda müstəqilliyi inkişaf etdirmək, onların fikirlərinə hörmətlə yanaşmaq. Bununla bağlı fikirlərimi səsləndirmək istəyirəm ki, uşaqlara lap kiçik yaşlarından ki, biz o məsuliyyəti ki aşılayırıq, istər valideyn olaraq, istər məktəbdə müəllim bunu davam etdirir və bununla uşaqlar gələcəkdə artıq məsuliyyəti dərk eləmiş olurlar. Mən çox təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, bizim valideynlərimizin əksəriyyəti, yəni çoxluğu, hər bir işi uşaq üçün özləri görür, uşaq oyuncaqlarını lap kiçik yaşlarından tökdü, işi asan olsun deyə valideyn onun əvəzinə onu yığışdırır, valideyn onu geyindirir, valideyn onu yedirdir və bütün bunlar hamısı uşaqların artıq mənim bütün işimi anam, atam, ətrafım görməlidir ideyası ilə formalaşır və onlar məktəbə gələndə artıq onların işini də müəllim görməli olur. Bizim bugün müəllimlərimizin ən böyük çətinliyi nədən ibarətdir? Bu cür təfəkkürlə gələn uşaqları istər ibtidai siniflərdə, istər yuxarı siniflərdə yığıb-yığışdıra bilmirlər. Yəni çətinlik buradan əmələ gəlir.
Mən çox tövsiyə edərdim ki, bizim bu təşkilatçılarımız bu təlimləri valideynlər üçün də bir təlimlər keçirilsin ki, onlar kiçik yaşlarında uşaqların, ümumiyyətlə istər kiçik yaşlarında, istər yuxarı yaşlarda, yeniyetməlik yaş dövründə uşaq tərbiyəsi necədir onu bilməlidirlər ki, o zaman valideynlə müəllim arasında effektiv ünsiyyət yarana bilər. Yəni sizin dediyiniz əməkdaşlıq prosesi düzgün qurula bilər. Bugün müəllim hər gün valideynlə əməkdaşlıq qura bilmir. Nəyə görə? Çünki müəllim 45 dəqiqə dərsini keçir gün ərzində və dərs prosesində valideyn onun işinə müdaxilə eləsə, təbii ki, uşağın inkişafı ilə bağlı valideynə heç bir söz deyə bilməyəcəkdir. Evdən də əlaqə saxlayanda görürsünüz ki, WhatsApp qruplarında, nə bilim, valideyn iclaslarında bu cür müəllimlər uşaqlar haqqında irəli geri, müsbət və mənfi cəhətlərini ümumi valideyn iclaslarında deyəndə, o zaman digər valideynlərin də həmin uşaqlarla bağlı mənfi münasibətləri yaranır və çoxillik təcrübəmə əsaslanaraq demək istəyirəm ki, bəzən müəllim hansısa valideyn iclasında, hansısa uşaq haqqında qeyri-etik formada o uşağı təhlil eləyəndə, digər valideynlər evə çatan kimi deyir ki, filan kəs yaxşı uşaq deyil, sən onunla oturub durma. Və bu da sinifdə ayrı seçkiliyə, diskriminasiyaya səbəb olur və uşaqlar arasında da bir-birinə yuxarıdan aşağı baxmaq, bir-birindən əməkdaşlıq pozulur. Valideyn tədris prosesində çox güclü bir fiqurdur. Valideynlər düzdür. Biz deyirik ki, çalışaq ki, müəllimi valideyn idarə etməsin, amma bugünkü pedaqoji prosesi diqqətlə nəzər yetirəndə görürük ki, bizim müəllimlərimizin çoxunu valideynlər idarə eləyir. Mənim uşağım burada otursun, mənim uşağım bugün belə danışsın, mənim uşağımın qiyməti belə olsun. Yəni, müəllim işini elə qurmalıdır ki, bu müəllimin peşəkarlığından asılıdır ki, valideynlər yalnız şagirdlərin düzgün tərbiyə və tədris prosesi ilə bağlı məlumatlandırılmalıdır. O da fərdi şəkildə. Təbii ki, ümumi fikirlər, ümumi valideyn iclasında ola bilər. WhatsApp qrupunda tövsiyə eləmirəm mən ki, müəllimlər müəyyən müzakirələrə qoşulsun. Çünki onlar sabah sosial şəbəkələrdə müəyyən bir səhvindən tutub orada müəyyən montaj işləri ilə müəllimləri belə deyim də qeyri-etik vəziyyətə salanlar olur. Ona görə valideyn iclaslarında bunu canlı ünsiyyətlə həyata keçirmək daha effektivdir ki, valideyn uşağı ilə bağlı həftəlik, aylıq, yarım illik məlumat toplasın ki, onun əsasən də tərbiyəsinə düzgün nəzarət eləyə bilsin. Və əsasən də bir şey demək istəyirəm ki, effektiv ünsiyyətin qurulmasında ən əsas cəhətlərdən biri də konfliktlərin idarə olunmasıdır. Siz empatiyadan qeyd elədiniz. Empatiya göstərərək valideyn, bugün bizim müəllimlərimizin çoxu düzdür, biz bunu deyirik, amma yerinə yetirmək gələndə deyir, əsəblərimə hakim ola bilmədim, bunu dedim, onu dedim, valideyn mənə bunu dedi və bir çox konfliktlər aparıb münaqişələrə çıxarılır. Ona görə də müəllimlər ilk növbədə sosial, emosional durumunu sabitləşdirib, stabilləşdirməyə bacarmalıdır ki, onlar istənilən konflikt vəziyyətində öz emosiyalarına hakim olub müəyyən, belə deyim də, xoşa gəlməyən vəziyyətlər, konfliktlər, münaqişələr həyata keçirə bilməsinlər. Təbii ki, burada da uşaq əsas rol oynayır. Çünki uşaq ailənin güzgüsüdür. Uşaq evdə nəyi görür, onu gəlir məktəbdə tətbiq eləyir və bizim bəzi uşaqlarımız var ki, məktəbdə də gördüklərini gedib evdə müfəssəl şəkildə çatdırırlar. Bu da müəllim əməkdaşlığını, belə deyim də, istənilən formada konfliktə aparıb çıxara bilir. Təşəkkür edirəm, ümid edirəm müəyyən tövsiyələrlə müdaxilə eləyə bildim. Əgər çox danışdımsa üzr istəyirəm. Çox sağ olun. Təşəkkür edirəm Lamiyə xanım, fikirləriniz dəyərlidir və fikirlərinizi səsləndirdiyiniz üçün də təşəkkür edirəm. Əlbəttə ki, məxfilik hər zaman qorunmalıdır. Uşağın davranışlarında hər hansı bir nöqsanlar varsa, problemlər varsa, bunu valideyn iclasında və yaxud da ümumi şagird iclasında şagirdlərin yanında bildirmək düzgün deyil. Çünki bu şəxsi bir məsələdir və
biz bunu valideyn iclasında bildirsək, həm uşağı valideynlərin gözündən, həm də şagirdlərin gözündən salmış oluruq. Buna görə də valideynlərlə həmin uşağın valideyninə fərdi müzakirələr aparılmalıdır, problemlər müzakirə olunmalıdır və problemlər barədə valideyn məlumatlandırılmalıdır. Bunu təbii ki də biz ümumi valideyn iclasında bildirə bilmərik. Bu çünki şəxsi bir məsələdir. Şəxsi yanaşılmalıdır, şəxsi şəkildə müzakirə olunmalıdır və həlli yolları tapılmalıdır. Bundan əlavə qeyd edim ki, əlbəttə ki, fikirləriniz həqiqətən də düzgündür, fikirləriniz doğrudur. Biz bilirik ki, uşaq ailədə nəyi formalaşdırırsa, cəmiyyətdə də bunu göstərir. Yəni dediyim kimi, uşaq ailədə hörmətli münasibət görürsə, ətrafında da bunu göstərir. Eləcə də uşağın inkişafında dostların və yaşlıların da çox böyük rolu vardır. Yəni uşaq məktəbdə dostları ilə, yaşlıları ilə ünsiyyət qurur. Çalışqan, dərsə marağı olan mühitdə formalaşırsa, yəni ətrafı bu mühitdən ibarətdirsə, təbii ki də bu uşağa müsbət təsir göstərəcək. Ancaq mənfi xüsusiyyətlərə malik olan ətrafdadırsa, mənfi xüsusiyyətlərə malik olan dostların əhatəsindədirsə, bu əlbəttə ki, uşağın davranışlarında mənfi nöqsanların, mənfi fəsadların yaranmasına səbəb olacaq. Çünki uşaq bəzən dostlarının da, yaşlılarının da hərəkətlərini təqlid etməyə başlayır və biz buna psixologiyada sosial öyrənmə deyirik. Yəni uşaqlardan, dostlarından hansı nöqsanlar götürürsə, hansı mənfi davranışlar götürürsə, bunu öz davranışlarında da təqlid etməyə başlayır. Bundan əlavə dediyim kimi sosial şəbəkələrin də rolu böyükdür. Sosial şəbəkələrdən də mənfi davranışlar götürə bilir, mənfi nöqsanlar götürə bilir. Yəni gün ərzində orada başqa-başqa insanların sosial modellərini görür və onları da öz davranışlarında formalaşdırır. Oradan bəzən müsbət nələrsə əldə edirsə, çox zamanda mənfi nəticələr, mənfi informasiyalar, mənfi davranış modelləri əldə edir. Yəni bunu da dediyim kimi öz hərəkətlərində, öz davranışlarında təkrar etməyə başlayır. Buna görə də valideynlər bu mövzuda çox diqqətli olmalıdır. Çünki indi hal-hazırki dövrdə uşaqlar daha erkən yaşlarından sosial şəbəkələrdən istifadə edirlər. Sosial platformalardan istifadə edirlər. İstər dərs baxımından, istər hər hansı bir məlumat almaq baxımından. Valideynlər bu mövzuda həqiqətən də diqqətli olmalıdır və diqqətlə yanaşmalıdır. Oradan hansı informasiyanı əldə edir, hansı informasiyanı qəbul edir, hansı davranış modelləri ilə qarşılaşır, bu barədə valideynlər məlumatlı olmalıdır. Yəni dediyim kimi əvvəlkinə nisbətdə indi daha tez istifadə edirlər sosial şəbəkələrdən, internetdən, internet resurslarından buradan müxtəlif məlumatlar əldə edirlər, müxtəlif şeylərlə qarşılaşırlar. Buna görə də bu mövzuda diqqətli olmaq lazımdır. Başqa onu da qeyd edim ki, bu mənim üçün ilk təlimdir və müəyyən həyəcanın olması, müəyyən fikirlərimi ifadə edərkən bəzən səsimin titrəməyi, bəzən fikirlərimi ifadə etmədə çətinlik çəkmək, bu mənim üçün qəbul olunan bir haldır. Çünki ilk təlimdir və mənim üçün praktika müddətidir. İnanıram ki, növbəti təlimlərdə daha yaxşı olacaq və daha yaxşı nəticələr göstərmək mümkün olacaq. Qaldığımız yerdən davam edək. Kim nə istəsə, təbii ki də fikrini bildirə bilər. Lamiyə xanımla əlavə kim istəsə səsi açıb fikrini bildirə bilər. Hər birinizin fikrini eşitmək istəyirəm və hər birinizin fikri mənim üçün dəyərlidir. Çünki mən burada təkcə öyrətmək üçün deyil, həm də öyrənmək üçünəm. Yəni mən də sizdən nələrsə öyrənirəm. Aha, qaldığımız yerdən davam edək. Beynəlxalq təcrübələr haqqında danışırdı. Dünyada müəllim-valideyn əməkdaşlığına dair müxtəlif modellər, xüsusi modellər tətbiq olunur və bu modellərin də əsas məqsədi müəllim-valideyn əməkdaşlığını gücləndirməkdir. Burada Finlandiya təcrübəsi haqqında danışacağam. Məktəb ailə tərəfdaşlığı modeli. Finlandiyada məktəb və ailə tərəfdaşlığına xüsusi önəm verilir. Yəni valideynlər dərsdə və məktəb mühitində iştirak etməlidir, mütəmmədi olaraq məlumatlar almalıdır və bu qurulan əlaqə tərəfdaşlıq prinsipi üzərində qurulur. Yəni hər iki tərəf bir-birinə məlumat ötürməlidir və məlumatlar qəbul etməlidirlər. Buna görə də və məktəb və müəllim üçün valideyn uşağın dərs prosesinin əsas hissəsini təşkil edir.
Estoniya təcrübəsi haqqında, Estoniyada beynəlxalq təcrübə haqqında danışaq. Estoniyada həftəlik kommunikasiya saatı tətbiq olunur. Yəni valideyn və müəllimlərin əməkdaşlığı üçün xüsusi görüşlər təşkil olunur. Bu görüşlərdə uşaqların problemləri müzakirə olunur. Həmçinin gələcək planlar haqqında müəyyən şeylər, müəyyən məlumatlar qəbul edilir. Eləcə də uşağın hər hansı bir problemi olduqda müəllim və valideynlər ortaq cəhddə bunu müzakirə edirlər. ABŞ-da müəllim və valideyn arasında ünsiyyət qaydaları adlı sənədə əsasən uşaqların şəxsi məlumatları sosial şəbəkələrdə müzakirə etmək qadağan olunub. Yəni bu şəxsi məlumatda uşağın inkişafı ilə bağlı olan hər hansı bir məsələlər məktəbin email platformalarında, sosial şəbəkə hesablarında müzakirə olunmalıdır. Yəni burada uşağın inkişafı ilə bağlı olan məqamlar və yaxud da problemləri ilə bağlı olan məqamlar, bunlar hamısı məktəbin sosial şəbəkə hesablarında müzakirə olunur. Və sosial şəbəkə hesablarından da istifadə edilir. Yəni şəxsi yazışmaların digər sosial şəbəkələrdən istifadə edilməsi, şəxsi yazışmalar üçün digər sosial şəbəkələrdən istifadə edilməsi qadağan olunub. Bundan əlavə sizinlə bir şəxsi təcrübəmi də bölüşmək istəyirəm. Məsuliyyət hissi ilə bağlı, uşaqlarda məsuliyyət hissinin formalaşdırılması ilə bağlı. Mənim valideynlərim məktəb mühitində, yəni mən istər ibtidai sinifdə oxuyanda, istər yuxarı siniflərdə oxuyanda, əsasən də anam müəllimlərlə davamlı əlaqə saxlayırdı və dərsdə iştirakım, dərs mühitində özümü necə aparmağım, yəni davranış qaydalarım haqqında məlumat alırdı. Bir gün belə bir hadisə baş vermişdi. Mən əvvəldən riyaziyyat fənnini yəni daha yaxşı şəkildə mənimsəyə bilməmişəm. Və nə qədər çalışsam da orada müəyyən çətinliklərim olur. Və aşağı siniflərdə də bu problemlərim var idi. Bir gün mən riyaziyyat fənninə ev tapşırıqlarını yerinə yetirməyərək getmişdim və eləcə də vurma cədvəlini öyrənməmişdim, ev tapşırıqlarını yerinə yetirməmişdim. Bu barədə mənim müəllimim, ibtidai sinif müəllimim valideynimi məlumatlandırmışdı. Və mənim də kiçik yaşlarımdan ən böyük qorxum valideynlərimin gözündə məsuliyyətsiz uşaq kimi görünmək qorxusu olub. Və hər zaman düşünmüşəm ki, mən belə görünsəm, valideynlərim pis olacaq və daha çox üzüləcəklər. Buna görə də hər zaman dərslərimə qarşı bacardığım qədər məsuliyyətli olurdum. Sadəcə riyaziyyat fənnini daha yaxşı qavraya bilmədiyimə görə müəyyən çətinliklərim yaranırdı o fəndə. Bu barədə mənim müəllimim valideynimi məlumatlandırmışdı və həmin gün həqiqətən də özümü çox pis hiss edirdim. Çünki düşünürdüm ki, mənim valideynim bu barədə məni acıqlanacaq, sərt sözlər deyəcək, həm də düşünürdüm ki, bunu eşidibsə deməli üzüləcək, mənə daha güvənməyəcək, mən onun gözündə məsuliyyətsiz bir uşağam. Ancaq bu hadisə, düzdür, valideynim, anam bu haqda mənimlə danışdı. Bu hadisə mənim həyatımda dönüş nöqtəsi oldu. Yəni, bundan sonra, bu hadisədən sonra mən öz dərslərimə qarşı daha məsuliyyətli yanaşmağa başladım və düşündüm ki, mən tapşırıqlarımı yerinə yetirmirəmsə, bunun ən böyük ziyanı özümdür. Yəni, özüm geridə qalacam, özüm problemlər yaşayacam. Bu həqiqətən də mənim həyatımda dönüş nöqtəsi oldu və ondan sonra bacardığım qədər riyaziyyat fənninə qarşı belə məsuliyyətli yanaşmağa çalışırdım, tapşırıqlarımı yerinə yetirirdim, ev tapşırıqlarımı edirdim, öyrənmək lazım olan məlumatları öyrənirdim. Və buradan da yəni qeyd etmək istəyirəm ki, müəllimlə valideyn arasında əməkdaşlıq uşağı cəzalandırmaq üçün deyil, uşaqda məsuliyyət hissini formalaşdırmaq üçün, yəni məsuliyyət hissini formalaşdırmağa xidmət etməlidir. Valideynlə müəllimin əməkdaşlığı əməkdaşlıq xarakteri daşımalıdır. Yəni nəzarət xarakteri daşımamalıdır və uşağın inkişafına xidmət etməlidir. Hər iki tərəf uşağın inkişafı üçün çalışmalıdır. Hər iki tərəf uşağın güclü və zəif tərəflərini müəyyən etməlidir və bu tərəflər haqqında hər iki tərəf bu güclü və zəif tərəfləri müəyyən edirsə, bunları müzakirə etməlidir. Belə olduqda uşağın inkişaf prosesi də daha yaxşı şəkildə inkişaf edir. Yəni sağlam şəkildə inkişaf edir. Effektiv kommunikasiya da sadəcə məlumat mübadiləsi deyil. Bu qarşılıqlı hörmət, düzgün dinləmə və aydın ifadəyə əsaslanan
əsasında qurulan bir münasibətdir. Yəni biz sadəcə kommunikasiya prosesində məlumat mübadiləsi etmirik. Eləcə də bu proses müəllimlə valideyn arasında etimada əsaslanan bir münasibətdir və bu münasibətin də, bu əməkdaşlığın da əsas məqsədi uşağın inkişafına xidmət etməlidir. Hər iki tərəf uşağın inkişafı üçün çalışmalıdır və bu əməkdaşlığın əsas məqsədi uşağı bir şəxsiyyət kimi formalaşdırılmasına xidmət etməlidir. Biz uşağın inkişafı üçün çalışmalıyıq. Uşağa nəzarət etmə və yaxud da bu əməkdaşlıqda kim haqlıdır, yəni mövqeyindən durmaq düzgün deyil. Bu əməkdaşlığın da mərkəzində biz nələr edə bilərik ki, uşağın inkişafına daha yaxşı kömək edə bilək? Bu sual uşağın inkişafında bu əməkdaşlığın mərkəzində durmalıdır. Və müəllimlə valideyn arasında qurulan əməkdaşlıq uşağın həm psixoloji cəhətdən, həm akademik cəhətdən inkişafına müsbət təsir göstərir. Uşaq özünü psixoloji baxımdan sabit mühitdə hiss edir və qurulan əməkdaşlıq sayəsində uşaq üçün sabit və dəstəkləyici bir mühit yaranır. Və əlbəttə ki, bu uşağın motivasiyasını artırır, uşağın özgüvənini artırır, dərslərə olan marağı daha da güclənir, məktəbə, dərslərə olan marağı, meyli müsbət cəhətdən istiqamət edir. Bundan başqa, yəni fikirlərimi bildirirəm. Kim istəsə özü də fikrini açıb, səsini açıb fikirlərini bildirə bilər, fikirlərini ifadə edə bilər. Yəni sizin dediyiniz kimi mənim də valideynimlə hər həftədən bir müəllimlə əlaqə saxlayır. Necə? Tam olaraq fikrinizi ifadə edin. Mənim sizin ekrana qoyduğunuz şəkil boz rəngdə görsənir bu dəqiqə. Ekran ağ rəngdə görsənir. Boz rəngdə müəllim. Ekranda hal-hazırda slayd yoxdur. Ekranda sadəcə mənim görüntümdür. Slaydı bağlamışam. Ekran hər kəsdə ağ rəngdə görsənir bəyəm? Boz rəngdə görünür. Mənim görüntüm görünürmü? Görünür, görünür. Aynen görünür. Aha. Əsas odur ki, mənim görüntüm görünür. İndi suallara baxaq. Görək chat bölməsində kimlər nələr yazıb. Bu barədə də. Minə xanım, mövzudan kənar bir sual verə bilərəm. Buyurun. Sizcə uşağın təhsil almasında hansı vasitələrdən istifadə eləmək olar? Yəni təhsili uşağa sevdirmək üçün hansı vasitələrdən istifadə eləmək olar? Bəzən keçmiş dövrə uyğun olaraq zor tətbiqi olur. Amma bu dövrə uyğun olmadığına görə sizcə hansı vasitələr daha effektiv ola bilər? Aha. Yəni dərs mühitini, təhsil mühitini uşağa sevdirmək üçün nələrdən istifadə etmək lazımdır? Düzdürmü? Bəli. Aha. İlk öncə mən düşünürəm ki, valideynlər dərs mühitində, yəni ev tapşırıqlarını edərkən uşaqlarla düzgün şəkildə məşğul olmalıdırlar. Yəni ev tapşırıqlarını özü etsin, özü məşğul olsun, bu kimi şeylər olmamalıdır. Ev tapşırıqları həll edərkən valideynlər məşğul olmalıdır. Həmçinin kiçik yaşlarına, yəni belə bir fikirdə deyəcəm. Uşaqlara kiçik yaşlarına kitab oxumaq vərdişini öyrətmək lazımdır və kitab oxumağı da sevdirmək lazımdır ki, bu həm də gələcək məktəb həyatına da müsbət təsir göstərəcək. Uşaqlar kiçik yaşlarından yazı yazmağı və yaxud da yəni yazı yazmağı tam olaraq deməyək, çünki bu uşağın motorik bacarıqlarına biraz uyğun olmur. Ancaq kitab oxumaq vərdişlərini formalaşdırmaq lazımdır. Həmçinin belə bir şey də qeyd edim. Uşağın
uşağın gözü qarşısında, yəni müəllimin fikirləri etiraz olunursa, müəllimin fikirlərinə qarşı çıxılırsa, belə olduqda da uşağın həm dərsə qarşı, həm müəllimə qarşı, müəllimin mövqeyinə qarşı vəziyyəti də dəyişir. Yəni mən düşünürəm ki, belədir. E, Başqa kimsə fikrin bu barədə, kimsə bu suala cavab vermək istəsə, fikrin bildirmək istəsə, səsin asıb suala cavablandıra bilər. Və yaxud da chat bölməsində də yaza bilər. Digər bir sual verə bilərəm. Buyurun. Hiperaktiv uşaqlarla davranış necə olmalıdır? Məktəbdə və yaxud da evdə. Fərq etmir. Yəni bu istər müəllim mövqeyindən, istər valideyn mövqeyindən necə davranılmalıdır ki, həmin uşaq daha sözəgəlimli, daha mülayim bir xarakterdə ola bilsin. Yəni artıq hiperaktiv uşaqlar yəni artıq deyildikcə biz bilirik necə bir uşaq tipi nəzərdə tutulur. Müəllim buna hansı mövqedən yanaşmalıdır, valideyn buna hansı mövqedən yanaşmalıdır. Tamam. Hiperaktiv uşaqlarla iş qaydaları, düzdürmü? Bəli, bəli. Mhm. Mən düşünürəm ki, müəyyən qaydalar qoyulmalıdır. Və bu qaydalar əsasında da uşaq həmin bacardığımız qədər həmin uşaqlara qaydalar tətbiq olunmalıdır və həmin qaydalara da uşağın riayət etməsi üçün şərait yaradılmalıdır. Yəni belə deyək də, eyni qaydalar davamlı şəkildə tətbiq olunmalıdır. Məsələn, biz bilirik ki, hiperaktiv uşaqlar daha aktiv olurlar, yəni bir yerdə qalmırlar, daha aktiv işlərlə məşğul olmağa çalışırlar. Onların diqqətini cəmləyə biləcəyi, diqqətini bir yerə toplaya biləcəyi müəyyən tətbiqlərdən, müəyyən məşğələlərdən istifadələr olunmalıdır. Yəni mən belə düşünürəm. Mənə olar cavab verim mən də. Buyurun. Mən tərbiyəçi müəlliməyəm. Təəssüf ki, işə qəbul imtahanına yaxşı nəticə əldə etsəm də, yəni belə işlə təmin olmamışam. Yəni bizdə metodikada belə idi ki, hiperaktiv uşağın meyli nəyədirsə, məsələn, uşaq deyək ki, saymağı öyrətməliyik. O uşaq hərəkətlə saymağı bizə öyrədə bilərik də. Məsələn, otaqda deyək ki, 3 dəfə tullan və yaxud da ki, 5 dövrə qaç, əl çal. Yəni uşağın meyli nə yöndədirsə, biz o hiperaktiv uşaq deyək ki, musiqiyə həvəsi varsa, biz onu musiqi ilə öyrətməliyik, musiqi elə cəlb etməliyik və yaxud da ki, başqa bir faktordan da, yəni elə baxmalıyıq məncə. Razıyam. Razıyam fikirlərinizlə. Başqa kimin nə kimi sualları, nə kimi fikirləri? Təlim çox maraqlı keçir, həqiqətən. Yəni olduğum Təşəkkür çox edirəm. təlim olub. Bu təlim mənim üçün hədsiz dərəcədə maraqlı oldu. Sizi görmək, sizin bu qədər sərbəst fikirləriniz həqiqətən çox sevindiricidir bu hal. Bir sual Təşəkkür verəcəm. edirəm. Uşaqlarda özgüvəni artırmaq üçün ən effektiv yol hansıdır? Yəni uşaqda özgüvəni necə artırmaq olar? İstər müəllim tərəfindən, müəllim baxışından, istərsə də valideyn baxışından. Mən düşünürəm ki, uşaqlarda özgüvən hissi ilk olaraq ailədə formalaşır. Yəni uşağa kiçik yaşlarından seçim haqqı verilməlidir. Bayaq da qeyd etdiyim kimi, uşaq seçim etməyi bacarmalıdır. Bəzi uşaqlar seçim etməyi bacarmırlar. Yəni valideyn onların yerinə seçim edib və nəticələr görünməyib. Buna görə də uşaqlarda özgüvən əksikliyi yaranır. Buna görə də kiçik yaşlarında ən əsası da ailədə formalaşır və ailədə uşaqlara seçim haqqı verilməlidir ki, uşaq nəyi seçdiyini bilsin və onun nəticəsi əsasında da öyrənsin. Düşünürəm ki, bu özgüvənin yaranmasında ən vacib şərtlərdən biridir. Yəni uşaq seçim edərkən nəyi seçdiyini görür və onun nəticəsini də həmin seçimə uyğun olaraq uşaqda formalaşır. Ancaq seçim edə bilməyən uşaqlarda həm özgüvəni aşağı olur, həm də dərs mühitində, məktəb mühitində, eləcə də digər cəmiyyətdə münasibətlərində özgüvəni olmayan uşaqlarda, yəni dərs mühitində çıxış etməsi zəif olur, özünü tez-tez itirir, fikirlərini ifadə edə bilmir.
sərbəst şəkildə suallar verə bilmir, sualları cavablandıra bilmir. Məsələn, belə uşaqlarla biz qarşılaşırıq. Məktəb mühitində uşaqlar fikirlərini ifadə edə bilmirlər, lövhə önündə çıxa bilmirlər, danışa bilmirlər, fikirlərini tez-tez itirirlər. Sanki düşünürlər ki, hər kəs məni izləyir, hər kəs mənə bir sual verəcək və mən bu sualları cavablandıra bilməyəcəm. Yəni mən universitetdə oxuduğum dövrdə də belə qrup yoldaşlarım da var idi. Və eləcə də məktəbdə oxuduğum dövrdə də belə sinif yoldaşlarım var idi və belə şagirdlərim də var. Uşaqda özgüvən problemi var və bunun əsas səbəbi nədir? Ailədən formalaşır. Çünki ailədə tez-tez tənqid olunur, uşağın nəticələri aşağı salınır və tənqid olunan uşaqda da özgüvən problemi həqiqətən də yaranır. Yəni tənqid olunan uşaq təbii ki də bu uşaqda özgüvən ola bilməz. Olsa belə çox zəif olacaq. Uşağın başına qışqırmaq, döymək və yaxud da qeyri-etik sözlərdən istifadə etmək. Belə olduqda uşaq özün aşağılanmış vəziyyətdə hesab edir və bu da özgüvən əkslikliyinin yaranmasına səbəb olur. Yəni ən əsası da uşağın başına qışqırmaq, uşağı döymək, bu kimi şeylər uşağa tətbiq olunmamalıdır. Chat bölməsində belə bir fikir var. Afərin. Sən nə düzgün fikir söylədin demək lazımdır. Uşağa qışqırmaq olmaz. Sən bilmirsən, sən düzgün qərar vermirsən demək olmaz. Bu uşağın özgüvənini itirir. Mən düşünürəm ki, uşağın hər fikrinə afərin demək onun özgüvənindən çox özgüvəni yüksəldir bu öz yönündə, amma egosuna da təsir edə bilər. Yəni uşağın egosunu artdırdıqca uşaqda artıq özgüvən anlayışı geri planda qalır. Sadəcə ego yüksəlməyə başlayır. Düzdür, bu uşaq yaşlarında meydana gəlmir, amma yaş artdıqca bu özünü bariz şəkildə göstərə bilir. Digər tərəfdən isə uşağın bütün hər dediyinə sən səhvsən demək də düzgün deyil. Stabil bir ortam yaratmaq lazımdır. Bu müəllimə də aiddir, bu valideynə də aiddir. Çünki uşaq təkcə məktəbdə bütün günü keçirtmir, evdə də keçirdir və valideynin uşağa müəyyən bir müddət ərzində zaman ayırması mütləqdir. Bunun artıq işlə və yaxud da məişət problemləri ilə heç bir əlaqəsi yoxdur. Mütəmadi olaraq valideyn öz övladına nəzarət etməlidir, zaman ayırmalıdır, fikirlərini dəstəkləməlidir və fikirlərini bilməlidir. Və sizin dediyiniz kimi özgüvən aşağı olan uşaqlarda bu artıq zaman keçdikcə, yəni biz bildiyimiz kimi psixologiyada müəyyən yaş dövrləri var ki, kritik yaş dövrləri deyirlər ona. Artıq 16, 17, 18 yaşlarda uşaqlarda bu özgüvən problemi bariz şəkildə özünü göstərir. Yəni gözə gəlimli şəkildə özünü göstərir. Bu da böyük bir problemlər meydana çıxarda bilir. Siz vurğuladınız ki, lövhə qarşısında dərs danışa bilməyən uşaqlar var. Küçük bir etiraf eləyəcəm. Mən özüm 11 il ərzində məktəbdə olmuşam. Mən lövhə qarşısında dərs danışa bilməmişəm. Bu universitetdə mənim üçün problem olub. Çox şükür edirəm ki, müəllimlərim çox gözəl anlayışlı müəllimlər olub, məni anlayıblar. Bu mənim fikir əklikliyimdən irəli gəlmir. Sadəcə lövhə qarşısına çıxanda qəribə bir həyəcan olur insanda. Sanki hər kəs sənə baxır, sanki indi sən nəsə deyəcəksən, onlar ondan bir şey çıxardacaq, bir problem olacaq, utanacaqsan kimi fikirlər insanın beyninə dolur. Bu kiçik yaşların problemidir. Hətta deyərəm, ibtidai sinif dövrünün problemidir. Bunu artıq ibtidai sinif müəllimləri üstünə çox düşməlidirlər və eyni zamanda uşağa, əgər uşaqda belə bir problem görürlərsə, bunu valideynlə öz aralarında bir təşkil şəklində düzəltməlidirlər. Və bayaq bir xanım söhbət elədi, pedaqoq olmalıydı, səhv eləmirəmsə. Dedi, valideynlər uşaqlara münasibətdə, yəni müəllim valideyn iclasında hər hansısa bir uşaq haqqında pis fikir söyləyəndə sinifdə digər uşaqlar həmin uşağa biraz dırnaq arası kimi, yəni uzaq qalırlar. Bu uşaqda böyük bir problemlər yaradır şəxsi güvən məsələlərinə görə. Mən özüm hazırda şagirdlərlə məşğulam və öz qruplarım da var. Qrup içərisində hər hansısa bir valideynin uşağı, yəni həmin qrup ki, orada uşaqlar da var, valideynlər də var. Orada hər hansısa bir uşağın problemini heç vaxt demərəm. Çünki hər insanın özünə görə, baxmayaraq ki, bunlar uşaqdır və yaxud da yeniyetmədir, onların özünün bir qüruru var və mən o qürurun sərhədini keçmək istəmərəm. O baxımdan heç vaxt qrupun içərisində həmin uşağın səhvini və yaxud onun dərsdə zəifliyini bildirmək istəmərəm. Və düşünürəm ki, əgər bütün müəllimlər belə olsa, uşaqların təhsilə bağlı
olan düşüncələri və yaxud da təhsillə bağlı bütün problemləri aradan qalxacaq. Və eyni zamanda valideyn uşaqlara nə qədər zaman ayırırsa, nə qədər dəstək olursa, bu uşağın özgüvəni də artırır, təhsilə olan marağını da artırır. Aha. Razıyam fikirlərinizlə. Əlbəttə ki, fikirləriniz çox doğrudur və fikirləriniz dediyim kimi dəyərlidir. Burada chat bölməsində belə bir fikir yazılıb. Uşaq təhsili o vaxt sevəcək ki, müəlliminə isti münasibət görəcək. Ümumiyyətlə müəllimini sevməlidir. Müəllim əsas faktordur uşaq üçün. Müəllim özü davranışına fikir verməlidir. Belə bir şey qeyd edim şəxsi təcrübəmlə. İbtidai sinifdə bir müəllimim var idi. O bizə həyat bilgisi dərsindən dərsi tədris edirdi və o bizim üçün müəyyən qrup işləri təşkil edirdi. Bu qrup işlərinin sonunda qalib olan şəxslərə, qalib olan şagirdlərə müxtəlif yəni belə deyək, sadə qələmlər, rəngli karandaşlar verirdi. Bu həmçinin bizi motivasiya edirdi. Belə olduqda biz həmin dərsə qarşı daha maraqla hazırlaşırdıq. Hər dəfə böyük bir sevgi ilə gəlirdik dərsə ki, bizim müəllimimiz bizim üçün bu gün yarışlar təşkil edəcək və biz bu gün bu yarışda qalib olacağıq. Yəni mən özüm də həqiqətən də bu fənnə qarşı düzdür, çox demək, amma çox maraqla hazırlaşırdım, gəlirdim, hətta sinifdə də öz fikirlərimi ifadə edirdim. Digər yoldaşlarıma, digər sinif yoldaşlarıma kömək olurdum. Deyirdim ki, bu gün biz bu qrup işində qalib olmalıyıq, hədiyyəni qazanmalıyıq. Düzdür, mən bu fikirlə həqiqətən də razıyam. Müəllimlə isti münasibət gözlənilməlidir və dərs münasibətində təhsildə bu əsasdır. Və bayaq da qeyd etdiyim kimi, müəllim təkcə dərs verən deyil, eləcə də uşağın düşüncə tərzini və davranışlarını formalaşdıran bir insan kimi, bir şəxsiyyət kimi çıxış edir. Və burada da qeyd etdiyim kimi, təhsildə əsas faktor müəllim və valideyn əməkdaşlığıdır. Hər iki tərəf uşağın inkişafı üçün çalışmalıdır. Təkcə müəllimin çalışmağı ilə yetmir, valideyn də əməkdaşlıq etməlidir, dərs prosesində aktiv iştirak etməlidir. Düzdür, bəzən valideynlər şəxsi problemlərindən dolayı, şəxsi qayğılarından dolayı aktiv şəkildə iştirak edə bilmirlər, tez-tez məktəbə gələ bilmirlər. Dərs mühitində iştirak edə bilmirlər. Ancaq yenə də bacardığımız qədər valideynlər dərs mühiti ilə uşağın ən əsaslı davranışları, dərsdə özünü necə aparması, dərsdə necə aktiv iştirak etməsi barədə məlumatlar almalıdır. Yəni bu həm də uşaqda məsuliyyət hissini formalaşdırır. Görür ki, valideynim müəllim haqqında məlumat alır. Valideynim müəllimlə davamlı əlaqə saxlayır. Deməli mən nə etməliyəm? Dərslərimə qarşı məsuliyyətli yanaşmalıyam. Əgər elə olmadıqda, yəni düşünür ki, valideyn zaten mənimlə maraqlanmır. Mənim dərslərimə diqqət etmir. Mən dərslərimi oxumasam da olar, dərslərimə məsuliyyətli yanaşmasam da olar. Ona görə də valideyn müəllim əməkdaşlığı cəzalandırmaq üçün deyil, məsuliyyətli şəxsiyyət formalaşdırmaq məqsədini daşımalıdır və əməkdaşlıq xarakteri daşımalıdır, nəzarət etmək xarakteri deyil. Və hər iki tərəf uşağın inkişafı üçün çalışmalıdır. Burada əsas məqsəd nədir? Bir şəxsiyyət yetişdirmək. Cəmiyyətə yararlı, dünya görüşü zəngin, məsuliyyətli bir şəxsiyyət yetişdirmək. Buna görə də hər iki tərəf bu şəxsiyyətin yetişdirilməsində özünə məxsus rol oynayır və hər iki tərəf öz öhdəliklərini, vəzifələrini düzgün şəkildə yerinə yetirməyi bacarmalıdır. Əgər bu tərəflərdən biri öz öhdəliklərini vəzifələrini düzgün şəkildə yerinə yetirməyə bacarmırsa, bu təhsil prosesində uğur səviyyəsinin aşağı enməsinə səbəb olur. Yəni bu uşağın inkişafına mənfi təsir göstərir. Ona görə də hər iki tərəf uşağın inkişafı üçün çalışmalıdır, əməkdaşlıq qurmalıdır. Əməkdaşlıq prosesi də davamlı şəkildə həyata keçirilməlidir. Yəni yalnız problemlər yarananda mən əlaqə saxlayım, yalnız problemlər yarananda müəllimdən məlumat alım, bu kimi fikirlər olmamalıdır. Ben bir şey soruşmaq olar. Buyurun. Bəs mən dərsə sevgimi necə artırmaq olar? Necə? Dərsə sevgimi necə artırmaq olar? Aha. Bunu chat bölməsində də yazıbsınız. Mən indi oxudum hal-hazırda. Bəli. Aha. Dərsə sevgini necə artırmaq olar? Bu haqda deyək ki,
Müəllimin mövqeyi əsasdır. Bayaq da danışdığım kimi, müəllim səmimiyyət quranda, isti münasibət göstərəndə, müəllimin dərsə olan uşağın dərsə olan sevgisi artır. Uşaq dərsə daha e, sevgi dolu yanaşmağa başlayır, daha həvəslə hazırlaşmağa başlayır. Bir də belə bir şey deyəcəm. Ətrafımızda olan insanları, dostlarımızı, məsələn, bizim ətrafımızda çalışqan, yəni bir şagirdin ətrafında çalışqan, e, dərs mühitinə maraqlı uşaqlardan ibarətdirsə, bu uşağın da, həmin uşağın da dərsə olan sevgisi zamanla artacaq. Yəni burada həm sosial mühitin təsiri var, həm də müəllimin təsiri var. Burada belə bir sual da var. Bəs necə etmək olar ki, sinifdə zəif oxuyan uşaqlara yaxşı oxuyan uşaqlar yuxarıdan baxmasın? Qeyd olunduğu kimi, məxfilik qorunmalıdır. Uşağın şəxsi problemləri valideyn iclaslarında, şagirdlərin yanında müzakirə olunmamalıdır. Şəxsi problemlər qorunmalıdır. Şəxsi problemlər barədə, şəxsi məsələlər barədə, uşağın zəif tərəfləri barədə valideynlərlə fərdi müzakirələr aparılmalıdır və bu barədə valideyni fərdi şəkildə məlumatlandırmaq lazımdır. Yəni biz uşağın hər hansı bir çətinliyi varsa və yaxud da dərsdə çətinliyi, davranışında hər hansı bir problem varsa, biz bunu valideyn iclasında bildiririksə, bu həm bu uşağın həm sinif yoldaşları qarşısında, həm də müəllimlər qarşısında belə deyək də, uşağın nüfuzunun aşağı enməsinə səbəb olur və də bu uşaqda motivasiya hissini öldürür. Təkcə uşaqda deyil, eləcə də valideyndə motivasiya hissini öldürür. Buna görə də bu kimi məqamlara diqqət etmək lazımdır. Müxtəlif dəyərləndirilmələr olmalıdır, fərqli metodlar tətbiq edilməlidir. Uşaq robot kimi deyil, robot kimi eyni yox, fərqli metodlar öyrənməlidir. Bəli, düzdür. Uşağın öyrənməsində fərqli metodlardan istifadə etmək lazımdır. Başqa kimi, nə kimi? Buyurun. Müəllimlər uşaqlara dərs tərəfdən yanaşmır. Yəni elə gəlirlər dərsdə boşluqda çıxıb gedirlər tezdən. Fikirlərinizi biraz aydın ifadə edə bilərsinizmi, zəhmət olmasa? Mən çat bölməsini yazdım. Tam olaraq başa düşmədim fikrinizi. Zəhmət olmasa fikrinizi aydın ifadə edin və yaxud da çat bölməsinə yazın. Oradan da oxuyub cavablandıracağam. Hörmətli təlim iştirakçıları, kimin başqa nə kimi sualları varsa, buyursun, yazsın və yaxud da səsi açıb bildirsin. Təkcə suallar deyil, əlavə nəsə əlavə etmək istəyirsə, fikirləri varsa, buyurub bildirsin. Yəni, hər birimizin fikir dəyərlidir. Eşitmək istəyirəm. Fikirlərinizi eşitmək istəyirəm. Suallarınız da varsa verin, cavablandıracağam. Mən sual verə bilərəm. Buyurun. Yəni dərs edərkən fikrimizi necə dərsə cəlb edə bilərik? Aha. Dərs edərkən fikrimizi necə, yəni diqqətimizi necə cəlb edə bilərik? Birincisi, mən düşünürəm ki, dərs mühiti, yəni ev mühitində, evdə tapşırıqlarımızı yerinə yetirərkən dərs mühiti üçün sakit bir otaq seçmək lazımdır. Yəni fikirlərimizin dağıdılmayacağı, diqqətimiz başqa bir yerə getməyəcəyi, səs-küylü mühitlərdən uzaq durmaq lazımdır. Biz ev tapşırıqları yerinə yetiririksə, bizim ətrafımızda başqa insanlar olmamalıdır. Təbii ki də valideynlərimiz bizə kömək edirsə, valideynlərimiz olmalıdır. Səs-küylü mühitlərdən uzaq durulmalıdır. Diqqətimizi ancaq dərsə vermək lazımdır. Yəni səs-küylü mühit olduqda, ətrafda hər hansı bir səs-küy olduqda və yaxud da diqqətimizi dağıdacaq əşyalar və yaxud da telefon, bu kimi vasitələr olduqda, bu kimi vasitələrdən uzaq durmaq lazımdır. Və ən əsası da telefon. Yəni biz bilirik ki, bizim diqqətimizi hər hansı bir şeyə, hər hansı bir mövzuya fokuslanmağımızda qarşısını alan nədir? Telefon. Buna görə də dərs mühitində ev tapşırıqlarımızı yerinə yetirərkən telefondan, sosial şəbəkələrdən uzaq durmaq lazımdır. Sakit bir mühit seçilməlidir. Ev tapşırıqları yerinə yetirilməlidir. Diqqətimizi dağıdacaq əşyalar,
və yaxud da diqqətimizi kənarlaşdıracaq səs-küydən uzaq durmaq lazımdır. Tamam, çox sağ olun bildiyiniz. Buyurun. Təşəkkür edirəm. Başqa kimin sualları var? Mən də təşəkkür edirəm. Bugünkü təlim mənim üçün də maraqlı oldu. İlk təlim olmağıma baxmayaraq, mənim üçün həqiqətən yadda qalan oldu. Çünki mən də sizdən çox şeylər öyrəndim. Çox şeyləri mənimsədim. Təkcə öyrətmədim, eləcə də öyrəndim. Və bu təlim mənim üçün çox faydalı oldu və çox dəyərli oldu. Yadda qalan bir təlim oldu. Mənim üçün də. Bizim Təşəkkür üçün də edirəm. çox maraqlı bir təlim oldu və ümid edirik ki, bu təlimlərin ardı-arası gələcək inşallah sizdən. Bunu gözləyirik, səbirsizliklə gözləyirik. Baxmayaraq ki, ilk təlim idi, çox gözəl bir ab-hava var idi. Həm siz tərəfdən, həm iştirakçılar tərəfdən və inşallah bunun davamı gələcək. Təşəkkür edirəm. Mənim üçün də faydalı təlim oldu. Bacardığım qədər fikirlərimi sizə çatdırdım. İnanıram ki, az da olsa faydamı sizə qata bildim. Bir də Xədicə xanım, buradasınız da. Mən sizə kitab PDF-ləri göndərəcəm. Onları zəhmət olmasa qrupda paylaşarsınız. Oxuyub faydalanmaq istəyənlər oxuyub faydalana bilərlər. Müəllim, valideyn və şagird əməkdaşlığına dair kitab PDF-ləridir. Tamam, Minna xanım, göndərərəm. Əgər iştirakçıların da sualı yoxdursa, yavaş-yavaş təlimi yekunlaşdıraq. Dəvətimizi qəbul edərək gəldiyiniz üçün sizə təşəkkür edirik, Minna xanım. Çox sağ olun. Təşəkkür edirəm. Qulaq asdıqları üçün təşəkkür edirik. Gecəniz xeyrə qalsın. Gecəniz xeyrə qalsın. Hər kəsə bol-bol uğurlar.